Əziz və dəyərli izləyicilərim, bugün aşqara demək albuxaranı qızartmışam, soğanı qızartmışam, şah plovu üçün aşqara. Bu da qəşəng əti pişirmişəm, mal ətidir, dondurmada saxlamışam. Şabalıdımız da yeni Azərbaycandan alıb gətirmişəm. Onu da pişirib hazırlayıb dondurucuda saxlamışam, bildiyiniz kimi. Rusiyada yaşadığıma görə. Bu da yeni Azərbaycandan alıb gətirmişəm. Qaysı, gözəl. Bunu da yağda belə qəşəng biraz qovururam. Aşqaranın içinə vurulan hər bir şeyi qovurub sonradan üst-üstə layla yığıb dəmə qoyacağım. Ətin suyundan da vuracağım. Şabalıd, qızarmış yağ soğan, qəşəng albuxara və qaysı. Kişmişdə vurulur əzizlərim. Kişmişi bir elə bizdə bəyənmədiklərinə görə istədim vurmayam, amma sonra düşündüm ki, vuracağım. İndi kişi getdi alıb gətirməyə. Demək bunların hamısını qəşəng hazırlayıram. Yağını da bol eləyib qoyacağım dəmə. Axşam da qəşəng demək nə hazırlayacağım? Aşımızı. Qəşəng belə altı qazmaqlı zaddır. Əsl Azərbaycan sayağı və məzlərim. Gördüyünüz kimi bu bizim aşımız. Demək burada qızardılmış soğan, duru yağda əzizlərim, simçika yağında qızardılmış toyuq döşü və göbələk. Bundan da nə hazırlayacağıq? Jülyen. Və bunların hamısını çəkib sizə bir-bir göstərəcəm mənim dəyərli izləyicilərim. Bu gözəl bayram gününüz xoş gəlib. Hamınızın bayramınızı təbrik edirəm. Süfrələriniz dolu, ruzi bərəkətiniz bol olsun mənim dəyərli izləyicilərim. Görün nə gözəl albuxarıya baxın. Par-par yanır. Bax. Ha şöyle. Güclü iş gedir.